Yenə bağlasın, gəlsin. Gəl qoşul da, mən qoşulmuşam o zaman. Yenə bağlasın canlını. Qoş. Mesela üçsünü dedim ki, bu adı dəyiş. Eşidirsiniz məni? Bax, indi anam oradan qoşulub danışır. Mən deməm, yenə anadır. Onu qoydum qırağa. Bax, mən deyəcəm, sakit dursun oradan, eşidirsə məni, danışmasın. Mən haqqın deyirəm, düzün deyirəm. Vaxt var idi, Aygün yadıva gəlir, deyirdi, Aygün nə yağı bu qapıya dəyənməz. Üzü aç da, Aygün, üzü açın da, burada Hacıyev yazılıb, nə bilirlər o aslandı. Bəlkə deyəcəklər, haradan səsi uğraşdırıb. Yüzü açın, Üzü açın da, burada nə var ki, qorxulu, kimdənsə qorxunuz var. Qorxum yox. Hə, əsas o ki, Hacıyevə gəlir. Bir dəqiqə gözün, qapıdasan. Hə, gözlə gəldim. Nəsə olur ki, asla nəsə olur? Yox, evdən atmışam, gözə gəldim. Mən sözümü deyim, gedirəm. Vaxt var idi, anam deyirdi ki, Aygün ayağı bu qapıya dəyənməz. Bir. İkincisi, indi aslan qalıb qapılarda, Aygün oturub mən bu. Demirəm, özünə demişəm ki, qarışmıram. Özləri bilər. Amma danışanda haqqına danışmaq lazımdır. Heç kəsin haqqını yemək lazımdır. Mən Aygünə görə dəfələrlə dalaşdım qapıdakı, oradakı ev yərsəz şahiddir. Ki, mən gedim Aygünü gətirim. Aygün, anam bir atdan qoydu, üstdən düşdü ki, yox, mümkün deyil. Mən gedirəm. Dedim, sənə demirəm, get. Səndə qal burada, o da gəlsin. Səhvin başa düşüb. İndi deyək ki, Aygün səhvin başa düşübdür. Aygün elə onda da səhvin başa düşmüşdü. Bir həftə bundan qabaq da səhvin başa düşmüşdü. Nə oldu? İminlə boy mən boşanan gün Aygünü sən gətdin ora. Nə oldu? Nə əldə elədin? Asan xidmətdə deyib ki, Aygünü götür ki, deyib sən yox. Mənə o sözü deməyib. Yalandan boynuma qoymasın. Mənə desəydi, mən o sözü deməyibdi. Nəsə, Allah sənə də xoşbaxt eləsin. Mən zaten xoşbaxtım. Yəni, mən bir şeyə kres qoydumsa, o mənim kresimini heç kəs döndərə bilməz. Heç kəs. Mən özümə yer tapacam. Mən çöldə qalmayacam. Çünki mən əcəba indi də çıxıram mən işə. Saat 7-də gəlmişim, indi yenə çıxıram işə. Bildim. Özünə müqayət olun hələlik. Nə oldu indi? Sən başa düşdün o mənası, nə dedi? Sən başa düşdün o səncə? Yox, sən nə başa düşdün onun sözündən? Ağlamaya Aygün, qulaq as. Mən sənə bir söz deyirəm. Aygün səhvini başa düşüb deyir. Bax. Mən də qəbul elədim. Gəlib deyib anasına, anası deyib yox. Hamı ceylanı qırır. İndi qulaq as, bax qulaq as. Çalış, özün başa düşürəm. Çox istəyə bilərsən, az istəyə bilərsən. O da sən heç vaxtı hansısa bir kişiyə görə ağlayıb özü, yəni pis eləmə o yanmır. Əksinə o sənin göz yaşları görüb daha da şey olacaq. Ayağın altı yer ala bilər. Və yaxud istəyir kişi olsun. Heç bir xanım bir kişiyə görə Aslan dedi dəyməz. Aslan deyib də, mən işləyəndə Aslan gəlmişdi mənim iş yerimə. Dedi, gedib yoluna qoyub, gəlib aparacam sən. Gedib deyib anasına, anası deyib ki, qəbul eləmərəm. İndi hamı daşqalaq ceyranı eləyir. Eləsinlər, nə deyirəm ki? Sən deyirsən, bir günlərim o gəlməyəcək bura. Bir gün qayıdıb gəlməyəcək. Nara? Bir gün gələ, kapitan qızı çox sağ ol. Bir gün gələcək. Bax, mən bir gün gələcək, hər şey qəbul edəcək. Bax, bu günlərim uşaqlar, bax, indi mən bunu dalayacaq kimi danışmaq kimi çıxmasın. Belə, bir gün Azər gedib o qızı götürür gəlir. Bax, nədir o qızın adı? Tutunu götürüb gəlir. Sevdə xanım da gətirir. Allah canı sağ olsun. Bunun qəlbində mərhəmət var. Bu gün öz uşaqları var, 3 dənə. O saxlasa elə o 3 dənəni saxlayar da. Niyə? Yad insanı gətirib o saxlaya biləcək? Heç vaxtı saxlaya bilməz. Bugün canından, qanından olan insana əgər baxmırsansa, Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı Aygün Aslanla canlı yayımda olub. Canlı yayım zamanı Aygün göz yaşlarına hakim ola bilməyib. Bildiyiniz kimi Aslan ve Aygün bir müddət öncə boşanıb ve Aslan başqa qızla qaçıb. Həmin anları sizlərə təqdim edirik.